Orada olan adamlarından gönder. Bunların yerini tapmışam. Dayı oğlum, keç içeri gelirim. Ömür. Çınar bağışla. Bağışla ki planların alt üst oldu. Yoksa çoktan bitirerdin bu. Yok. Sen bağışla. Aslında o adamı günün sonuna kadar tapıp öldürmek öyle de büyük problem değildi. Senden habersiz özüme söz vermiştim. Söz vermiştim ki o adamı tapıp vereceğim, seni öldüresin. Kısasını alasın. Çok sağ ol. İçim rahatladı. Ben hiç vaxt adam öldürmək hakkında düşünmemiştim. Ağlıma belə gələndə qorxurdum. Ama Əclafı öldürəndə gözüme belə qırpmadım. Sen deme, bu da oyunun bir parçasıymış. Atamı da hədə qorxu gətirmək üçün planlayıblar. Görünür atamın da bundan xəbər olub, ama heç nə eləməyib. Bu da onu göstərir ki, mən heç vaxt onun üçün dəyərli varlıq olmamışam. Çınar. Mən istəyirəm həmişə sənin yanında olum. Çınar, mən... Çınar. İçeri gel. Gelirim dayı oğlum. Vacipti gel. Ana? Ben seni bağışladım. Allah günahlarını bağışlasın. Ata. Dayı oğlanı
Bizi çağırdı, özü çölə çıxdı. De maşın çağırsın. Məkdə aparaq, sonra da aparıb dəfn edeyim. Heç yere gitmeyeceksen. Özüm həll eləyərəm. Nə? Dedim ki yok. Çınar, hərəkət var çöldə. Həll eləyərəm. Çoxdular. Eyb yox. Gitme. Arka pencereden çıkın. Gelecekler, görecekler ki yoksa çıkıp gidecekler. Sən onları yaxşı tanımırsan, nə bunlar? Qadın, qoca, uşaq, yaşlı, cavan, belə şeylər düşünmürlər. Bibi, Çınar düz deyir. Onlar ömürlə sənəmi qaçırdan adamlar deyil. Öldürecekler. Koy öldürsünler. Ama sen onların hamısını öldürebilmezsen. Çoktular. Çıkın gidin. Heç vaxt. Hakkımı halal eləmərəm. Eləmə. Mən də sizi qoruyacağım, özümə söz vermişim. Bayıra çıxmayın. Çıxdı arxasıca. Çınar, bu günə qədər seçdiyin ən axmaq plan. Ölmək istəyirsən, gedək içəridə bir-birimizi vuraq da. Keç içərisən. Yox, səni tək qoymayacaq. Deyirəm ki, keç içəri. Qoy mübarək çıxsınlar. Orada nə baş verir? Çınar çölə çıxdı. Nə eləmək istəyir görəsən? Sən. Qafur! Bilirəm sənsən. Niyə belə elədin? Çıx qabağıma. Mən sənin qabağıma çıxsam, 30 saniyə sonra öləcəksən. Qafur çıxırsan? Ağıllı danışma, gözün qapıda olsun. Dayaqlıya fikir ver, birdən deşək asla da olar. Biriniz çıxın, rəisə zəng eləyin. Yoxsa kompüteri deşik-deşik eləyəcəm. Sayıram. 1. 2. Yaxşı, yaxşı, yaxşı. Gəlirəm. Müdürə zəng elə. Yaxşı. Notebook'a bir şey olsa müdür məni öldürər. Az danış, zəng elə. Müdür Çınar sizinlə danışmaq istəyir. Notebook'u sənə verəcəm. Söz verirəm. İçindəki adlarla beraber. Ama akşama kadar bana vaxt ver. Her şey bu gün bitecek. Bu məndə qalır. Qorxdum. Elə bildim öldürəcəklər səni. Sən maşın həll elə. Kişini aparaq, dəfn eləyək. Nə danışdın? Bu gecə hər şey bitəcək. Hər şey bitəcək bu axşam.
Notebook'u verəcəksən onlara. Hətta içində olan bütün məlumatlardan. Sonra nə olacaq? Sonra da hər öz yoluna. Öldürməyəcəklər bizi. Bax, onu axşam biləcəyik. Mən də gələcəm səndən. Sən niyə Ömür? Birdən sənə bir şey elədilər. Mən də yanında olum. Birdən məni öldürdülər. Onda mən də öləcəm. Niyə? Çünki mən səni Çınar. Bura gəl. sevirəm. Biz onu tuta bilərdik. Bu nə qərardır? Ha? O yenə bizə oyun quracaq. Danışdım adamla. Cənazəsi var. Atası ölüb. O sözün üstünde duran adamdı. Dedi eləyəcək. Əvəzində nə istəyir? Onu akşam biləcək. Birdən məni istəsən, verəcəksən. Əlbəttə. Məni? Bağışla. Söhbət milyonlarla puldan gedir. Mənim yerimə sən olsaydı necə seçim eləyərdin, ha? Verməzdin? Yox? Məntiqli. Məntiqli. Yastığınız yüngül olsun Sənəm xanım. Sağ olun. Narahat olduğunuzu bilirəm, amma istintaqın gedişatı ilə bağlı sizə bir neçə sual verməliyəm. Buyurun, verin. Sizi qaçıranları tanıyırsınız? Xeyr. Evinizdən qiymətli əşya götürüblər. Bilmək istəyirəm ki, bu qayrət məqsədi ilə bağlıdır. Bilmirəm, xəbərim yoxdur. Xatırladıb yaranızı təzələmək istəmirəm, amma bunu məcburam sizə deyəm. Bir neçə il əvvəl yoldaşınızı, sonra qızınızı itirmisiniz. Sonra da siz qaçırıldınız. Sizcə bu təsadüfdür? Bilmirəm. Sizə şübhəli gəlir. Araşdırırıq. Şübhəli gəlirsə araşdırın. Bu sizin işinizdir. Bəs sizi qaçıranların əlindən sizi kim xilas elədi? Tanıyırsınız? Bilmirəm. Xeyr. Sizi xəstəxanaya gətirən kim olduğunu bilirsiniz? Sənəm xanım. Xatırlamıram. Açığı mən çox qan itirmişdim, özümdə deyildim. Ayıldım ki, palatadayım. Maraqlıdır. Adam kimdirsə sizi xilas eləyib, amma xəstəxananın görüntülərini də götürüb. Sizi xilas eləyib, amma kim olduğunu da bilmənizi istəməyib.
Keçmiş həyat yoldaşınızın sizin başınıza gələnlərdən xəbər var? Yoxdur. Niyə olmalıdır ki? Ağzınızda keçmiş həyat yoldaşım deyirsiniz. Aydındır. Siz sağalın. Biz sizi yeni idarəyə dəvət edəcəyik. Biraz yeni söhbət eləyərik. Sağ olun, yastığınız yüngül olsun. Dayıqlıya deyim, molla tapsın. Nə mollayı? Onun günahlarını heç bir molla yüngülləşdirə bilməz. Onda Allah günahlarını bağışlasın. Ana, evin yerin bildilər. Onlar elə əclab insanlardılar ki, onların sözünə güvənmək olmaz. Orada artıq təhlükəlidir. Başqa yerdə gizlənmək lazımdır. Oğlum, daha mənim gizlənən yaşım deyil. Mənim də ana itirən yaşım deyil. Dayı oğluya demişəm, sizi təhlükəsiz bir yerə aparacaq. Sənəmi də gətirəcək. Çox xahiş edirəm, bu iş bitənə qədər heç kim, heç yerə tərpənməsin. Xahiş edirəm. Çınarı, mən... Xahiş edirəm, çox xahiş edirəm. Yaxşı. Qızın da buradadır, hə? Hə. Torpaq çox qəddar bir şeydir. Varlı da, kasıb da, qatil də, qəddar da, günahsız da, günahkar da torpağın altındadır. Görünür torpaq üçün heç bir fərqi yoxdur. Amma mənim üçün fərqi var. Bilmirəm sən torpaq üçün yaxşısan ya pis. Amma mənim üçün çox dəyərlisən. Çınar. Getmə onlarla görüşə. Göndər notebook'u, şifrəni ver. Amma getmə, nə olar? Sən oraya getsən çıxışın yoxdur. Ömür, mən heç vaxt qaçmamışam, bugün də qaçmıram. Bir dəfə də özün üçün qaç da. Bir dəfə də həyatını dəyişmək üçün qaç. Xahiş edirəm. Bunu mən üçün elə. Niyə belə edirsən? Niyə ümidlənirsən? Sən başa düşürsən, sənlə məndən heç vaxt biz olmaz. Mənə bax, mən sənin atamın qatiliyəm mi? Mən sənin atamı öldürmüşəm. Sənin atan da mənim qızımın qatilidir. Gələcəkdə biz bu haqda düşünsək, aramızda sükut olacaq. Sən indi belə düşünürsən. Ümidlənmə, xahiş edirəm. Cavan qızsan. Get həyatını qur. Əgər atam həyatda olsaydı, biz birlikdə ola bilərdik. Mən bəlkələrlə yaşamıram. Olanlarla yaşayıram. Olanlar da deyil, göz qabağında. Dur gedək. Çınar, Ha? plan nədir? Plan nədir? Sən bibini aparırsan,
Heç kimin bilmədiyi bir yerə. Əla. Sənəmi də xəstəxanadan götürüb aparırsan. Üçü də bir yerdə qalacaq. Üçü yox, ikisi. Ömür getmir. Çınar, sən özünə qarşı da, ömrə qarşı da haqsızlıq eləyirsən. Ana, nə deyirəm onu deyin, xahiş edirəm. Valideyn üçün ən böyük sevinç evladının çiynində məzara qoyulmasıdır. Valideyn üçün ən böyük dərd evladının ata-ananın çiynində məzara qoyulmasıdır. Bunu mənə yaşatmaqdansa elə buradaca öldür məni, oğlum. Deyirəm ki, heç kimə heç nə olmayacaq. Siz mən dediyimi eləyin, yaxşı? Sən necə hissiyatsız olmusan bala? Bu qız özünü öldürür sənin üçün, çırpınır. Görmürsən məyər? Necə oldu bu qədər qəddar oldun bala? Necə oldu? Siz elədiniz. Atam elədi. Taytuşlarım oyuncaqla oynayanda mən içəridə pəncərədən aya, günəşə baxırdım. Sevgi görmədim mən. Mən ailə sevgisini edə bilmədim ki. Siz məni belə elədiniz. Sən bilirsən mən neçə nəfər öldürmüşəm? 137 nəfər. Hamısının da üzündə atamı görmüşəm. Bax, məni bu hala salan insanı biraz bundan qabaq torpağa verdim. Sən haçan belə oldun deyirsən. Sonra da mənə sevgidən danışırsın. Gedin, sizdə yox. Gedək bebi. Axşam saat 10-da görüşürük. Məkanı birazdan atacağım sənə. Çınar. Olar axırıncı və səndən bir şey istəyim. Nə? Dəqiqədə niyə telefona baxırsan, Ölmək istəyirsən? Qay gəzdəsinlər. Ömür, bəlkə bəsli içdin. Dayan, elə sağlıq deyəcəm. Elə hekayə danışacağım sənin üçün. Deməli, bir gün bir quş soyuq havada qanad alır, başlayır uçmağa. Hava o qədər şiddətli soğuk olur ki, yazıq quş havada özünü saxlaya bilmir. Bu düşür yerə. Ondan sonra yazıq kuş öz ölümün gözləyir də bədəni hiss eləmir. Belə uzanır yerdə, gözləyir, ölümün gözləyir. Bir inək gəlir. Fırç eləyir yazıq quşun üstünə. Quş da hirslənir, deyir, ayda soyuqdan donmağım azmış kimi. Bir də bu inək gəldi, fırç elədi, batırdı üstümə. Amma o fırç var idi, o təzəkdə. Başlayır quşun qanatlarını isitməyə. Quş da sevinir. Başlayır cəhcəh vurmağa. Bu yerdə bir dənə tülkü quşun cəhcəhini eşidir. Gəlir, quşu o fırçın içindən çıxardır. Quş biraz da sevinir. Sonra tülkü neynir? Neynir tülkü? Bilmirsən. Quşu ham eləyir, yiyir. Görsən? Bax, bu yerdə 3 nəticə çıxartmaq olur, 3. Birincisi, səni hər
fırçın içine salanı düşmənin sanma. İkincisi, səni hər o fırçın içindən çıxardanı da dost sanma. Üçüncüsü, ən önəmlisi. Məncə ən önəmlisi, əgər o fırçın içindəsən və xoşbəxtsənsə, səsini çıxartma. Bax, mən deyilin eləyəm. Bataqlığın içindəyəm, amma xoşbəxtəm. Bataqlığın içindəyəm, amma xoşbəxtəm. Əla, yaxşı. Nağılın qurtardısa, dur gedək. Yox, ha? Ya, bir ara buyur gəlim. Oy. Gəl kömək elə də. Gözlə gəlin. Ay. Kömək eləmirsən gəl. Oy. Sen bir deniz olaydın, ben sahilde kaya, kükre yerdin kalkardın, sineme çırpılaydın. Sen bir deniz olaydın, ben sahilde kaya, kükre yerdin kalkardın, sineme çırpılaydın. Bax beləcə qalaydın, bax beləcə qalaydın. Üzür məni tənhalıq, təkcə mənim olaydın, təkcə mənim olaydın. Nə olaydın sevgilim, bax beləcə qalaydın, bax beləcə üzür məni tənhalıq, təkcə mənim olaydın, təkcə mənim olaydın. Sen bir çemen olaydın, ben de şehli benefşe. Sen güneşe bakaydın, ben de sana hemişe. Sen bir çemen olaydın, ben de şehli benefşe. Sen güneşe bakaydın, ben de sana hemişe. Sevgilim, bax beləcə qalaydın, bax beləcə qalaydın. Üzür məni tənhalıq, təkcə mənim olaydın, təkcə mənim olaydın. Nə olaydın sevgilim, bax beləcə qalaydın, bax beləcə qalaydın. Üzür məni tənhalıq, təkcə mənim olaydın, təkcə mənim olaydın. Ömür. Bilirəm. Bu sənin planlarına uyğun deyil. Amma neynim? Mən deyəsən səni sevdim.
Elə bilirsən indi sərxoşam bu sözləri deyirəm. Yox. Səhər də oyatsam, yenə də bu sözləri deyərəm. Düzdür. Belə wow oğlan deyilsən. Amma wow oğlanlar da sənin yanında qələt eləyir. Getmək lazım demiş. Hara gedirik? Mən ayaq üstə qala bilmirəm. Oy. Ay. Həmişə istəmişəm ki, atlı sevgilim olsun. Amma sənin atın yoxdur. Niyə atın yoxdur sənin? Hə? Niyə hara aparsan məni? Otelə aparsan məni? Mən sən üçün o bildiyin qızlardan deyiləm ha. Mən otelə aparasan. Otur maşına. Mənim yuxum gəlir, mən yatıram. Ha, yaxşı. Sən o tərəfdə oturarsan. Ha, yaxşı. Sən o tərəfdə otur, maşını sür. Çünki mən sərxoşam, sürə bilməm. Sən sürərsən. Tamam. Gözdə bir dənə oturum. Gözdə. Ay. Ha, ört indi, ört. Ay. Sən çatmırdın. Görüş bir saat yubanacaq. Yaxşı, yaxşı. Ailəmlə işin olmasın. 5 dəqiqə səni yerə atıram. Ömür. Ömür. Getməliyəm hemen, ayılla nə olar? Ömür. Yaxşıyam, narahat olma. Yavaş yavaş, tələsmə. Əyləş, əyləş. Gərək elə xəstəxanada qalardıq. Çınarı bilmirsən? Dedi, orada qalmaq təhlükəlidir. Güya bura təhlükəsizdir ki. Yol gələndə fikir verdim. Bizi izləyirdilər. Yəqin ki, dayıoğlu fikir verməyib. Diqqətindən qaçıb. Çınar hardadır? Dedi, hər şeyi son qoymağa gedir. O qız da yanındadır. Onu göndərdi. Elə bil ölümə gedirdi. Hamını özündən uzaqlaşdırdı. Siz bilə qalsın, onlar bizi izləyiblər. Nətər görməmişəm onları. Narahat olma. Öldürmək istəsəydilər, çoxdan öldürmüşdülər. Onlar Çınarı gözləyirlər.
Silahı sal aşağı. Çınar dedi söyleyendi. Şifre? Şifrəsizdir. Çıxartmışam şifrəsini. Ha? Her şey bu kadar asan. Mən qızımın qatilini yanıb doktoru tapdım. Doğrudan. Yaxşı, əvəzindən nə istəyirsən? Heç nə istəmirəm. Sənin işin məndəndir. Mən də buradayam. Öldürəsənsə məni öldür. Amma anamla, dayıoğluyla ömürlə işin olmaz. Sənə mən lazımam. Bu kadar kan tökülüb. Axırda da belə maraqsız sonluq. Yaxşı. Heç kimə dəyib toxunmayacaq. Gedə bilərsən. Ha, bir də doktoru bildin. Bəs qızıva güllə atanın kim olduğunu bilmək istəmirsən? Hə? Qafur. Son vaxtlar sən ipə sapa yatmırdın. Sifariş verilen adamın həyat yoldaşı ilə evlənmək nə demək? Sən sifarişini öldür əmrinə tabi olmadın. Bu da bizi qızıqlandırdı. Nə belə qərara gəldi ki, dayı sən bizə lazım deyəsən. Ona görə də səni Qafura sifariş verdik. Gəl. Olar. Salam müdür. Dediler sipariş var. Geldim. Var. Oldu. Hallolunacak. İçini aç. Niye? Kimdirsə səhərə saçmayacaq. Çınar yoluna koyar. Aç bax. Yaxşı. Çınar. Niye Çınar'ın şəkli buradan çıxır? Bu nə zarafatdır belə? Çınar bu axşam ölməlidir. Niyə? Nə inib Çınar? Əmir müzakirə olunmur. İcra olunur. Məmnun edim mənim. Niyə? Birinci olmaq istəmirsən? Sifarişi ver başqasından. 200.000. Ölümündən sonra. Əks halda o zərfdən biri də Çınara gedəcək. Amma içindən sənin şəklin çıxacaq.
sevindir beni. Gafur. Sen bana milyonlarla kıymet olan notebook'u verdin. Ben de sana kızımın asıl katilini.